Hər kəsə salam. Yeni vloquma xoş gəlmisiniz. Bugün səhər evdən gələn səsə oyanmışam. Baxıram ki, mətbəxdən səs gəlir. Qalxıb görürəm ki, qızım bizim üçün səhər yeməyi hazırlayır. Bilirsiniz ki, mən səhərlər qətiyyən yemək yemirəm. Amma Leylanı qırmadım, əyləşdim, biraz pomidor, xiyar, biraz da kalbasa yedim. Leyla lavaşda pizza bişirmişdi. Bunu özü üçün tez-tez bişirir. Yumurtanı çırpır, çəkir lavaşın üzərinə. Evdə sosiska, kalbasa nə varsa düzür lavaşın üzərinə. Sonra tavaya yerləşdirib qoyur bişməyə. Əgər evdə mozzarella, holland pendiri bunlardan da varsa, çörkadan keçirdir. Bişənə yaxın onu da səpir lavaşın üzərinə. Bunu da qeyd edim ki, Leyla kalbasanı, sosiskanı doğrayıb düzmür, çörkadan keçirdir. Haçan ki, axşamdan uşaqlara deyirəm ki, səhər harasa gedərik. Həmən günün səhərsi Leyla saat 6-dan oyanır, gözləyir. Bugün üçün də əslində demişdim ki, ayda parka gedərik. Amma səhər oyandıq, hava proqnozuna baxdım ki, gördüm bu günə yağış deyiblər. Ona görə də dedim ki, heç ora getməyə dəyməz, çünki getsək avratını qayıtmalı olacağıq. Ən yaxşısı Leylaya dedim ki, biz tərəfdə bir dənə park var. Gəl gedək ora, yağış yağsa da evə yaxındır, tez qayıdarıq. Birtəhər Leyla razılaşdı. Dedim, kakraz mən də evdən çıxmışkən gedərəm özümə bir-iki dənə paltar alaram. Həm də ki, siz mənə demişdiniz ki, paltar alan zaman bizə də göstər. Mən heç vaxt bunu göstərmirdim, yəni ki, paltar alanda. Düşünürdüm ki, bəlkə birdən görgüsüz kimi çıxar. Amma siz istədiniz deyənə aldıqlarımı göstərəcəm sizə. Düzdür, tam istədiyimi tapa bilmədim. Amma bir istədiyim də var idi, razmeri yox idi. Tapşırdım mağazinə, mənim razmerimi səhərsi gün getirdilər. Getdim onu aldım, amma onu vloqa daxil eləyə bilməmişəm. İnşallah sonradan aldıqlarımı növbəti vloqda göstərərəm. Artıq yemək yemişik. Mən ev üçün yemək bişirmişəm. Sadəcə olaraq o qədər tələm-tələsik bişirdim ki, evə gələndə evdə yemək olsun, uşaqlar yesin, Tamirlanı rahat yatırda bilir. Bilirsiniz ki, vloq çəkəndə adicə yemək bişirmək olsun. Əgər 15 dəqiqəyə bir yemək bişirsə, vloq çəkəndə 45 dəqiqə 1 saata başa gəlir. Çünki kameranı stop elirsən, o tərəfə qoyursan, bu tərəfə qoyursan. Bunun üçün də hər dəqiqə əlləri yumaq lazımdır, stop eləyib yenidən başlatmaq. Beləliklə bir yemək bişirmək hardasa 1 saata başa gəlir. Artıq biz evdən çıxırıq. Bizim evdən çıxmağımız da o qədər müşkül məsələdir ki, tək insana nə var ki, geyinir, çıxır, amma uşaqlarla olanda iş başqa cür olur. Bunu geyindirirsən, onun geyiminə nəzarət edirsən. Əgər doğru geyinməyibsə, geyimini dəyişdirirsən. Beləliklə evdən geyinib çıxmaq elə hardasa 1 saata başa gəlir. Əvvəlcə gedirik mağazinə. Çoxdandır ki, ağ rəngdə şalvar istəyirdim. Məni çoxdan izləyənlər deyəcək ki, şalvarım var 2-3 dənə, amma ki, onların modelləri tamam başqa cürdür. Mən ağ rəngdə trapez istəyirəm ki, həm bu ilin dəbidir, həm də ki, ağ rəngdə şalvarı rahat kombin eləmək olur. Əslində getdiyim mağazində çox istəyirdim ki, sizə çəkim və yerində göstərim. Təəssüf ki, çəkilişə icazə vermirlər. Hələ bunu çəkə bilmişəm, böyük işdir. Çünki tez-tez o mağazinə gedirəm, artıq məni tanıyırlar orada. Sırf buna görə heç nə demədilər. Amma hər detayı özüm çəkmək istəmədim. Çünki istəmirəm ki, mənə görə hansısa işçiyə söz gəlsin. Elə bir-iki dənə paltarı göstərib, sonra telefonu qoydum sumkaya. Mağazinlərdə çəkilişə icazə verməmək mənə elə gəlir ki, çox məntiqsizdir. Çünki onlar buna vəsait ödəmədən reklam olunurlar. Bunun nəyi pisdir ki? Hətta bir mağazin var idi mənim köhnə kanalımda. O mağazindəki paltarları çəkdiyimə görə məndən o qədər adam mağazinin yerini soruşdu ki, sonra mən o mağazinə gedəndə oradakı kassir xanım məni tanıyırdı. Dedi ki, sənin çəkilişindən sonra bura o qədər adam gəldi ki, hər kəs də soruşurdu ki, Kübranın aldığı kofta hardadır? Var yenə. Məncə bu həddindən artıq çox yaxşı reklamdır, hətta bir qəpikləri çıxmadı. Amma bir çox mağazin çəkilişə icazə vermir. Mən belə düşünürəm ki, öz xeyirlərindən özləri qaçırlar. Misal üçün mən özümdən götürürəm ki, mən getdiyim mağazini heç vaxt pisləmərəm. Əgər mən bir yerə getmişəmsə və getdiyim yeri pisləyirəmsə, deməli bu mənim xaraktersiz insan olduğumdan xəbər verir. Pis olan yerə mən niyə getməliyəm ki? Əgər o yerə addım atıramsa, deməli o yerə özümü layiq bilirəm, layiq bilirəmsə də tərifləyirəm. Yəni ki, çəkilişdən qorxan mağazinlər ən azından bundan örnək götürə bilər. Heç olmasa soruşmaq lazımdır ki, bunu niyə çəkirsən və harda paylaşacaqsan. Yer var ki, soruşmadan gəlir deyir ki, çəkilişə icazə yoxdur. Və xanımlar, istədiyim şalvarı tapdım, nə lazımdırsa aldım. İndi gedirik uşaqları parka aparım, biraz oynasınlar. Evə gedəndən sonra aldıqlarımı da sizə göstərərəm. Parkdakı bizim evə yaxındır, poliklinika ilə üzbəüz. Orada maşınlar var, Tamirlan da xoşlayır ki, o maşınları sürsün.
Təsəvvür edirsiniz, bu maşını Tamerlan düz 6-7 kruq sürdürdü. 5 dəqiqəsi 1 manatdır. Tamerlanı heç cür o maşından düşürdə bilmirdi. Axır ki, nə qədər istədisə, o qədər də sürdü. Sonra bura çıxmaq istədi. Bunun da pulunu ödəyəndən sonra dərhal çıxdı. Nəinki 5 dəqiqə, heç 1 dəqiqə də burada oynamadı. Bu uşaq heç yanda qərar tutmur. Parka gətirirsən bir dərd, aparmırsan bir dərd. Deməli, bu günü parkda o qədər Tamerlanın arxasıca qaçmışdım ki, ayaqlarım ağrıdan sızıldayırdı. Evə gələndən sonra Tamerlanla özümdə yatmışam. Yatıb oyandıqdan sonra özümə gəlmişəm. Qətiyyən bir yerdə qərar tutmur. Parkın o başından bu başına dayanmadan qaçır. Tamam şey yapma. Və xanımlar, gördüyünüz kimi Tamerlanı bir təhər zülmlə tutub aparıram evə. Qətiyyən gəlmək istəmirdi. Hətta evə çatana kimi maşında ağladı. Belə sakit görsənməyinə baxmayan parkda qışqıra-qışqıra durmuşdu. Uşaqları parka aparmama səbəbim sırf buna görədir. Gedirik, sonra evə gəlmək qeyri-mümkündür. Axşama kimi parkda qalsaq da yenə evə gedirəm deyirəmsə, ikisi də israrla getmək istəmir. Leylanı yenə sözlə başa salmaq olur, Tamerlanı əsla. Nəysə ki, bir təhər oradan çıxdı. Sonra evdə ət də yox idi, getdim ət də aldım. Evə gedim çatım, aldıqlarımı da sizə göstərim. Xanımlar, evə çatmışam, aldıqlarımı sizə göstərirəm. Deməli, bir koftanı yoldaşım üçün almışam. Yoldaşımın yayda ad günü olacaq. Mən indidən onun üçün alıram, hədiyyələr yığıram. Hər ad günündə ona hədiyyədən əlavə pal-paltar alıram. Sadə koftalar, yaşalvalar alıram ki, hər zaman giyinə bilsin. Bunun da materialı çox yaxşı idi, ətli parça idi, Türkiyənin idi, sintetika deyildi. Çox yaxşı keyfiyyəti var idi. Dedim ki, bunu mütləq almalıyam. Elə qara sadə futbolkadır ki, çox şalvara uyğun gedə bilər. Bunu da burada rahat göstərirəm, çünki bilirəm ki, yoldaşım mənim vloqlarıma baxmır. Əlavə bir dənə də kostyum almışam, şalvarla kofta. Bunu da başqa videoda göstərərəm. Bu koftanı da özüm üçün almışam. Çox keyfiyyətli idi, təmiz kətan idi, tərlətməyən materialdan idi. Əvvəllər mən paltar alanda onun keyfiyyətinə demək olar ki, çox az baxırdım. Amma indi aldığım paltarın keyfiyyətinə o qədər önəm verirəm ki, ilk növbədə tərlətməyən olmalıdır. Onsuz da yayda hamımız tərləyirik. Heç olmasa elə materialı olsun ki,
sərin saxlasın. Sintetika olmamağına önəm göstərirəm, çünki bu mənə allergiya verir. Ya pambıq olsun, ya kətan olsun, bir sözlə sintetika olmasın. Bu rəngi də ona görə götürdüm ki, mənim qardirobumda açıq rəngdə paltar demək olar ki, say seçmədir. Dedim bir dənə rəngli nəsə olsun, onu ağ şalvarla kombin eləyərəm. Bu da Türkiyənindir, keyfiyyəti çox yaxşıdır. Trapez ağ rəngdə şalvar. Geyindim, baxdım, əynimə də ki, çox gözəl qalırdı. Mən bunu geyinəndə elə bilirəm ki, bu şalvar sırf mənim əynimə tikilib. Həm oturuşu, həm keyfiyyəti mükəmməl idi. Və bir dənə də ağ rəngdə kofta sifariş vermişəm. Onu səhərsi gün gedib götürmüşəm. Növbəti vloqlarda onu da göstərərəm. Və xanımlar, uşaqlar da özləri üçün evdə oynayır. Mən də gedim sizinlə birlikdə əti doğrayım. Arkasını dönse. Arkadaşım tanıyor. Arkasını dönse. Yaşlanıyor. Xanımlar, bir vloqda bir xanım yazmışdı ki, əti niyə belə qara rəngdə alırsan? Burada ona açıqlama getirmək istəyirəm ki, bəlkə başqa xanımlar da bu cür düşünə bilər. Ət qətiyyən qara rəngdə deyil. Tam əksinə qıpqırmızıdır. Sadəcə olaraq bilmirəm, ya evin işığındandır, ya kameranın işığındandır. Qırmızı rəngdə olan əti qara kimi göstərir. Mən özüm də ət alanda bunlara fikir verirəm ki, ət qara olmasın, çox sümüyü olmasın. Bir sözlə ət alanda əti özüm seçirəm. Bu qaralıq niyə belə olur, dediyim kimi bilmirəm. Bu xanım kimi belə düşünənlər varsa, onu da bilmiş olsun ki, ət qətiyyən qara deyil. Mən hər zaman ət alanda bir aylıq alıram. Bir dəfəlik həm doğrayıram, həm də ki, lazım olanı çəkib qoyuram. Amma bu dəfə az almaqda səbəbim xaladelniki opşu boşaldıb yumaq istəyirəm. İstəyirəm ki, eyni vaxtda həm toyuq bitsin, həm ət bitsin. Opşu tokdan çıxardım, tərtəmiz yuyum. Çoxdandır ki, demək olar ki, keçən yaydan xaladelniki çəkib dalını təmizləmirəm. İnanırsınız, buna görə o qədər narahat oluram ki, elə düşünürəm ki, xaladelnikin arxasında xeyli tozlar yığılıb. Əlbəttə ki, xaladelnik gör nə vaxtdan çəkilmir. Təbii ki, orada toz olacaq. Sadəcə oranı çəkib təmizləmək üçün səbirsizlənirəm. Mənə nə var ki, bir də gördünüz xaladelniki boşaltmamış çəkib təmizlədim. Və xanımlar, gələndə belə sümüklərdə almışam. Bu sümüklərə ümumilikdə 2 manat pul ödədim. Bu sümüklərdən mən çox tez-tez alıram, qaynadıram, bulyonlu saxlayıram, sulu yeməklər bişirəndə istifadə edirəm. Yəqin ki, bunun xeyrindən danışmağa ehtiyac yoxdur. Bilirsiniz ki, bunun nə qədər faydaları var. Oynaq ağrılarına, immun sisteminin güclənməsinə, faydalarını sadalamaqla bitməz. Ziyanı isə demək olar ki, heç yoxdur. Xaşı yeyə bilməyənlər üçün mükəmməl seçimdir. Mən özüm də xaş yeyə bilmirəm. O xaşı görəndə inəyin ayaqları, dırnaqları yadıma düşür. O dırnaqla inəklər haralara girib təsəvvür eləyə bilmərəm ki, onun yeməyini yeyirəm. Mənim kimi düşünənlər varsa, bu inəyin ayağının diz hissələridir. Tərtəmiz olur, bişirəndə də heç xaşdan fərqlənmir. Tam əksinə bu inəyin ilikli sümükləridir. Bunları çox yaxşı 8-9 saat qaynadıram. Bu isə xanımlar, bayaq doğradığım ətlərdir. Sortirovka edirəm ki, marazelnika yığım. Bu gördüyünüz kulyoklarda isə uşağın kaşaları olurdu. Bunların ağzı bağlanır deyənə yuyub saxlayırdım. Ətdir, toyuqdur. Bunlara yığıb marazelnika qoyanda, ağzında bağlayanda heç cür suyu axmır. Kulyokları da az-az yığıram. Səbəbi də ki, ağzını yaxşı bağlaya bilir. Lazım olanda bir yemək üçün 2 ədəd kulyokunu istifadə edirəm. Və xanımlar, yuduğum sümükləri atıram ki, qaynasın. Bu qazanı mənə yoldaşımın nənəsi verib. Bu qazan nənənin cehizliyidir. Görün bu qazanın nə qədər yaşı var. Belə sümükləri qaynatmaq üçün istifadə edirəm. Mən bu sümüyü hardasa saat 8-də qoydum qaynamağa və gecə 3-də altını söndürdüm.
baxın xanımlar, artıq saat gecə 3-ə qalıb ya 3-dür. Nauşnikdə əlimdə qalıb montaj edəndə fərqinə varmışam. Hər kəs yatanda telefona qulaqcığı taxıb baxıram. Demək bu da hazır oldu. 7 saata yaxın bişdi. O qədər gözəl bişmişdi ki, sümüklər bir-birindən ayrılırdı. Artıq səhər açılıb, qazanı da qəşəng-qəşəng sürtdüm. Hər zaman soruşursunuz ki, qazanların necə belə parıldayır? Mən bunu yuyuram soda ilə və limonlu kislota ilə. Demək xanımlar, bu növbəti günün vloqudur. Leylanı məktəbə aparıb qoyub gəlmişəm. Qazanı yuyana kimi çıxdım, gördüm ki, bunlar çıxıblar bura. O qədər şirin görsənirdilər ki, bunları çəkməmək qeyri-mümkün idi. Uğur bunları qəşəng qoyub bura. Dayanıblar burada, özləri üçün oxuyurlar. Sonra da özlərini alqışlayırlar. Amma ki, yaxşıdır ki, gəlib vaxtında gördüm, çünki yıxıla bilərdilər. Və xanımlar, sonra bizim həyətdə xeyli ağac var. Bizim həyətdə düz ensiz yol var. O yolun hər iki tərəfində yaşıllıq var. Bir tərəfində fındıq ağacları var, digər tərəfində üzüm yarpaqları. Hər iki ağac yaşıllaşanda budaqları yola tərəf əyilir. O budaqları da əgər budamasan, kimsə keçəndə dəyir ona. Bilirəm, bir çoxunuz yazacaqsınız ki, ağac yaşıllaşanda onu budamaq olmaz. Amma xanımlar, mən buna məcbur oluram. Çünki baxın, burada da görə bilərsiniz ki, hər iki ağacın budağı artıq bir-birlərinə dəyir. Budayıram ki, bu yoldan rahat keçmək olsun. Biraz da külək olanda budaqlar insanın üzünü cızır. Ona görə də məcbur oluram ki, hər il yaşıllaşsa belə buduyum. Mənim çox gözəl köməkçilərim də var. Onları da görəndə lap iş görmək üçün həvəsə gəlirəm. Mənə elə gözəl kömək edirlər ki, Ramalla Uğur mənim qaynımın uşaqlarıdır. Onlar çox cəld uşaqlardır. Hər işi zirəng edirlər. Mənim Tamerlanım isə bir budağı aparır, gedir ilişir qalır orada. Bir saatdan sonra təzədən qayıdır yanıma. Mən budaqları kəsirdim, verirdim uşaqlara. Uşaqlar da aparıb atırdı bağa ki, qurusun, sonra mən onları yandıram. Uşaqların budağı atdıqları yerə Tamerlan gedir ora, abratla oradan budaqları getirir, verir mənə. Güclə bəla ilə onu başa salmışam ki, mən verdiyim budaqları apar əksinə, sən at ora. Sonra Uğura baxa-baxa o da eynisini etməyə başladı. Hava da çox mükəmməl idi. Əsil iş görməliyik. İnanın ki, həyət işlərini görmək üçün ürəyim gedir. Ən çox da həyəti şampunlayıb yumaq.
Yanka. Yanka sözüne geçiyor. Abi, şurada şimdi. Və xanımlar, axıra kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Bəyəndinizsə bəyənib, abunə olmağı unutmayın. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın. Burada döndürerek yap. Ağzını at. At döndürerek. Ya kayak sop ya kan. Terus tuh kayak tuh kafe udah terus terus. Jadi